Gürcüstan-Azərbaycanlıları Konqresində növbəti mədəni tədbir baş tutub. Marneolidə keçirilən tədbirdə Azərbaycan Respublikasının əməkdar müəllimi, 2019-cu ilin ən yaxşı müəllim müsabiqəsinin qalibi, Binəqədi rayonunda Rüstəm Əliyev adına 3 saylı tam orta məktəbin direktoru Almaz Həsrət və həmin məktəbin biologiya müəllimi Gülnarə Musayevanın həmmüəllifi olduqları Xarı Bülbülün Qərənfilə Müjdəsi adlı kitabın təqdimatı keçirilib. Tədbirdə ziyalılar, media nümayəndələri, kitab sevərlər, Gürcüstan-Azərbaycanlıları Konqresinin bölgələr üzrə nümayəndələri, eləcə də Qafqaz Türk medianın təmsilçiləri, şairlər və yazıçılar iştirak ediblər. Təqdimat mərasimi Konqresin sədri Hüseyn Yusubovun açılış nitqi ilə başlayıb. O, çıxışında bu cür layihələrin milli mənəvi dəyərlərin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bir daha hamınızı salamlayıram. Bir daha hamınız xoş gəlibsiniz və bugün bizim aramızda bizim üçün çox əziz olan, çox dəyərli olan qonaqlar var. Siz də xoş gəldiniz, səfalar gətirdiniz. Bugünkü bizim toplantımızın kökləri çox uzaqlara gedir. Yəni ki 90-cı ilin yanvar ayında başlayıbdı bu mövzu. Valla Xətai müəllimlə biz bir neçə dəfə bu mövzuyu müzakirə elədik. Və məndə bir dastan təəssüratı yaratdı. Ki bu bir dastandır. Bu dastanın qəhrəmanları var, bu dastanın iştirakçıları var, bu dastanı bugünə daşıyan xanımlar var. Ən böyük xidmət o xanımlarındır, bugünə daşıyıblar o dastanı. Bizim qəhrəmanımız, yəni bütün xalqımızın, Türk dünyasının qəhrəmanlarından biri olan Vəfadar Eminova bir daha Allahdan rəhmət diləyək. Və o bizim qürur mənbəyimizdir, bizim fəxrimizdir, bizim qəhrəmanımızdır. Kitabı hazırlayan müəlliflər Almaz xanım və Gülnarə xanım. Bu kitab valla adı məni körəltdi hələ. Kitabın içinə getməmiş adı məni körəltdi Sait müəllim. Xarı Bülbülün Qərənfilə Müjdəsi. Kitabın adı belədir. Qərənfil bilirik ki 20 yanvardan sonra bir qəm, kədər, qüssə çiçəyinə çevrilmişdi. Həm də məğlubiyyətlər oradan başlamışdı. Xarı Bülbül qələbələrin müjdəçisi idi. Yəni ki bunlar o məğlub olmuş çiçəyi yenidən qalibə çevirdilər. Daha sonra tədbirdə çıxış edən qonaqlar kitabın əhəmiyyətindən danışıblar. Bildirilib ki, Xarı Bülbülün Qərənfilə Müjdəsi Qarabağın tarixi, mədəniyyəti və təbiəti haqqında zəngin məlumatları özündə birləşdirən dəyərli mənbədir. Bu tədbir təşkil edən, tədbirin keçirilməsinə əməyi olan hər kəsin dərin minnətdarlığımı bildirirəm. Və bir daha mənə agah oldu ki, istənilən yerdə millətin əgər haqqına giriblərsə və harada olmasına asılı olmayaraq bir millət öz haqqına, girilən haqqa kədərlənirsə, deməli burada bizim hər birimizin çox böyük rolu var. Ona görə mən bir şəhid bacı kimi, bütün şəhid bacıları adından bu olan tədbirə görə, burada insanların çıxışına görə çox böyük təşəkkürümü bildirirəm. Mən özüm borçalıyam və burada özümü yad hesab eləmirəm. Ona görə də bu təklif bizə olanda mən çox böyük məmnuniyyətlə bunu qəbul elədim və fikirləşdim ki, mən öz doğma torpağım, öz doğma diyarıma gedirəm və bir şəhid bacısı kimi mənim üçün çox çətindir qardaşım haqqında danışmaq, amma bir daha anladım ki, mənim qardaşım mənim başımın tacıdır. Bugün mənim ağıran saçlarıma onun şəhid adı sığal çəkir və axan göz yaşlarımı silir. Ona görə də və hər biriniz də bunu öz şəhidiniz kimi qəbul edirsiniz və qardaşım təkcə mənim şəhidim deyil, hər birimizin şəhididir. Bunu bir daha mən gördüm. Hər birinizin ona görə çox dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Nə yaxşı ki varsınız. Nə yaxşı ki mən Borçalı qızıyam. Nə yaxşı ki mən bu elin qızıyam. Ona görə də bizim dərdlərimiz hamımızın dərdimizdir. Çox sağ olun.
Bugünkü görüşə görə sizin hər birinizə təşəkkür borcumuz var. Həqiqətən də çox böyük, yüksək təəssüratlarla ayrılacağıq biz buradan. Çünki Gürcüstanda olmağımız və Gürcüstan-Azərbaycanlarla görüşümüz və bizə öz qapılarını açmaqları bizə çox böyük şərəf və qürur verdi. Nə xoş bizə ki, biz öz növbəti kitab təqdimatımızı burada elədik. Xarı Bülbülün Qərənfil müjdəsi kitabımız inşallah buradan davamlı olaraq film çəkilişinə qədər yola səfərə düşür və Xarı Bülbülün Qərənfil müjdəsi tək bizim adına diqqət edin. Xarı Bülbülün Qərənfil müjdəsi. Bu o deməkdir ki, Qarabağın simvolik rəmzi olan Xarı Bülbül, şəhidlərimizin də simvolik rəmzi olan o qana bulaşmış torpaqlardan cücərmiş kimi qərənfilimiz, o da bizim şəhidlərimizin simvolik rəmzidir. Və biz bu kitabı ərsəyə gətirəndə sonuc olaraq qarşımıza o məqsədi qoyduq ki, artıq bizim qərənfilimiz hüzün, kədər gülü deyil. O göz yaşları ilə sulanmış qərənfilimiz artıq sevinç gülüdür, sevgi gülüdür, yəni məhəbbət gülüdür. Yəni illər öncə biz necə ki qərənfili bütün mənzillərdə masa üstünə qoyurduq güldanlarda. İndi həmin qərənfilin dirilməsi üçün Xarı Bülbüldən müjdə ki gəlib, biz o gülün yaşadılmasını istəyirik. Və kitabın da içərisində bütün 44 günlük müharibə dönəmində olan gündəlik zəfərlərimiz qeydə alınıb, xronoloji ardıcıllıqla ən son bayrağımızın işğaldan azad olunmuş torpaqlarımıza dalğalanması və möhtərəm Ali Baş Komandanımız İlham Əliyevin o bayrağı qaldırmaqla ki, biz o kitabın son səhifəsini yekunlaşdırdıq. 44 günlük zəfər gününün, qələbə gününün elan olunmasının səhərisi bizim kitabımız işıq üzü gördü. Və nə xoş bizə ki, bu kitabımız qələbə zəfəri ilə sulanmış, o qələbə zəfəri ilə alqışlanmış, dəmir yumruğun altında o bütün sevincli anlarla dolmuş bir kitabdır. Və bu kitabdakı yazılan sözlər yeni bir dünyadır. Bu dünyanın içərisində də sizləri də görmək bizə çox xoş oldu. Hər birinizə təşəkkür edirik. Qonaqlar xüsusilə vurğulayıblar ki, kitabda Qarabağın coğrafi mövqeyi, flora və faunası, tarixi abidələri ilə yanaşı bölgənin insanları, onların həyat tərzi və milli adət-ənənələri dolğun şəkildə əks olunub. Bu baxımdan kitabın gənc nəslin maarifləndirilməsi və vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacağı qeyd edilib. Eyni zamanda çıxışlarda 44 günlük vətən müharibəsinə həsr olunan hissələrə də toxunulub. Nə qədər ki bir əli ilə göz yaşlarını silib, digər əlində ovuçlarını düyünləyib, südüm sənə halal olsun, oğul vətən üçün doğulur deyən şəhid analarımız, öz şəhid balasını məzara qoyanda Azərbaycanın üçrəngli bayrağını alnına sıxıb, oğul həsrəti ilə ürəyi dağlansa da qəddini əyməyən dağ vüqarlı şəhid atalarımız və öz yoldaşını gecələrin tənhalığında, gündüzlərin yol çəkən gözlərində və balalarının qabağındakı susqunluğunda yaşadıb, atanız bizə göylərdən baxır, onun adına layiq olmağı öyrədən şəhid xanımlarımız və barmağına nişan üzüyü taxıb, öz qəhrəmanının cəbhədən şəhid xəbəri ilə sarsılan və göz yaşları üzünün qaşına tökülən və öz sevgisini sevdikləri oğlanın yolunda şəhid edən qızlarımız. Yenicə əhd peyman bağlayıb gizlicə öz ağaqlı oğlanını cəbhəyə yola salıb, sonra da onun şəhid xəbərindən sonra Qaradaşdan sevgi uman nakam qızlarımız. Ən nəhayət, mən vətənimi səndən daha çox sevdim deyərək öz mesajında sevdiyi xanıma yazan və bəylik köynəyini qanına boyayıb, Xarı Bülbül uğrunda can verən igid oğullarımız varsa, vətən bizim olacaq. Mənim bu çiynimə saldığım qara yaylığım doğrudan bu belədir. Yas mərasimlərində 90-cı illərdə qardaşımın yas mərasimində başıma bağladığım qara yaylığımdır və onu bir dəfə də yumamışam. Çünki burada mənim ağır günlərimin şahidi olan acı göz yaşlarım var. İndi sizin qarşınızda mən bu qara yaylığımı çiynimdən çıxardıram və Azərbaycanın üç rəngli bayrağını başım üstünə qaldıraraq Ulu Öndər Heydər Əliyevin dediyi aforizmi böyük ehtiramla təkrarlayıram. Mən fəxr edirəm ki, Azərbaycanlıyam.
Müəlliflər qeyd edirlər ki, Qarabağın işğaldan azad olunmasının xronoloji ardıcıllıqla təqdim edilməsi, eləcə də Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin azad edilmiş ərazilərə səfərlərinin qələmə alınması əsərin tarixi dəyərini daha da artırır. Qeyd edək ki, Xarı Bülbülün Qərənfil müjdəsi kitabı Qarabağın zəngin keçmişini, müasir dövrünü və gələcək perspektivlərini bir araya gətirən, həm ədəbi, həm də maarifləndirici əhəmiyyət daşıyan dəyərli nəşr kimi təqdim olunur.